Doğuşdan sonra psixi pozuntu kütləvi hal alıb. İsveçdə aparılan və Molekulyar Psikiatri jurnalında dərc olunan geniş araşdırma göstərib ki, qadınlarda doğuşdan sonraki həftələrdə psixi sağlamlıq problemləri riski yüksəlir. Məlum olub ki, doğuşdan 5 həftədən 15 həftə sonraya qədər depressiya riski hamiləlikdən əvvəlki dövrlərlə müqayisədə 20% daha yüksəkdir. Psixoz riski isə doğuşdan sonraki ilk 5 həftədə 6-7 dəfə, 20-ci həftəyə qədər isə 2 dəfə artır. Ekspertlər vurğulayıb ki, bu hallar ciddi müalicə tələb edən psixi pozuntulardır. Simptomlara halüsinasiyalar, paranoya və bipolyar pozuntu daxildir. Lakin düzgün müalicə ilə tam sağalma mümkündür. Tədqiqat 2003-2019-cu illər arasında İsveçdə 1,8 milyon doğuşun məlumatları əsasında aparılıb. Alimlər bildirir ki, həkimlərin hamiləlik dövründə qadınları daha yaxından izləməsi psixi sağlamlıq problemlərinin vaxtında aşkarlanmasına və ağırlaşmalarının qarşısının alınmasına kömək eləyə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada hər 10 hamilə qadından biri və doğuşdan sonraki qadınların 13%-i psixi pozuntularda yaşayır. Alimlər gənc anaların psixi sağlamlığının qorunması üçün doğuşdan sonraki dövrdə diqqətli müşahidə və dəstəyin vacib olduğunu vurğulayır.